Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Bu müddəa nə deməkdir? Gəlin bu müddəanı xırdalayaraq bu məsələyə praktik misal əsasında baxaq. Ümumiyyətlə mülkiyyət dedikdə əmlak nəzərdə tutulur ki, əmlak da daşınan və daşınmaz ola bilər. Misal üçün, sizə məxsus olan ev sizin daşınmaz əmlakınız, avtomobil isə daşınar əmlakınızdır. Hər iki nümunədəki əmlak növü sizə məxsus olduğu üçün bu xüsusi mülkiyyət sayılır. Sosial öhdəlik isə şəxslərin ətraf mühit, cəmiyyət və dövlət qarşısında məsuliyyətlərini ifadə edir. Bu müddəa ilə bağlı konkret olaraq bir misal desək, misal üçün mən özümə məxsus olan bir ərazidə bir müəssisə inşa edərək hər hansısa bir məhsulun istehsalı ilə məşğul oluram. İstehsal etmiş olduğum bu məhsul insanların sağlamlığına zərər vurmamalı və dövlətin müəyyənləşdirdiyi standartlara cavab verməlidir. Bu mənim dövlət və cəmiyyət qarşısında məsuliyyətim sayılır. Eyni zamanda mən məhsulun istehsalı ilə bağlı tullantı sayılan zərərli maddələri istədiyim yerə ata bilmərəm. Çünki bu halda mən ətraf mühitə zərər vurmuş sayılıram ki, bu da mənim ətraf mühit qarşısında məsuliyyətim sayılır. Misaldan da görmüş olduğunuz kimi, mənim xüsusi mülkiyyətim bir sıra sosial öhdəliklərə səbəb olur.